Salam, hər vaxtınız xeyir olsun, hörmətli müəllimlər. Hər birinizi salamlayıram. Bizim bugünkü dərsimiz iş və hovuz məsələləridir. MHM kitabından olan suallarla tanış olacağıq. Ötən videoda 124-cü sualda qalmışdıq. 125-ci sualımıza baxaq, hörmətli müəllimlər. Birinci nasos hovuzu 12 dəqiqə, ikinci nasos 54 dəqiqə, üçüncü nasos 1 saat 48 dəqiqəyə doldurur. Bu üç şərtlə nasos birlikdə işləsələr, hovuz neçə dəqiqəyə dolar? Gəlin əvvəlcə bunların hamısını dəqiqəyə çevirək. Birinci nasos 12 dəqiqə. İkinci nasos 54 dəqiqə. Üçüncü nasosdakı 1 saat 48 dəqiqəmiz 108 dəqiqə edir. 108 dəqiqə doldurur. İndi hörmətli müəllimlər, hovuza özümüzdən su tutumu verək. Elə bir ədəd seçək ki, 12-yə, 54-ə, 108-ə bölünsün. Məsələn, deyək ki, elə 108 özü. Hovuzumuz 108 litr su tutur, deyək ki. Onda birinci nasos bütöv hovuzu 12 dəqiqə doldurursa, 1 dəqiqəyə 108-i bölürsünüz 12-yə. 9 litr 1 dəqiqə su vuracaq. İkinci nasos 108-i bölürsə 54-ə. 2 litr su vuracaq. Üçüncü nasos 108-ə bölürsünüz 1 litr su vuracaq. İndi üçü bir yerdə işləsələr 9, 2, 11, üstündə 1 gəlirsiniz 12 litr. Üçü bir yerdə 1 saatda, daha doğrusu 1 dəqiqə 12 litr su vurur. Bəs bunlar bütöv hovuzu neçə dəqiqə doldurar? Ümumi su tutumu 108 litr idi. Bunu bölürük 12 litrə. Yəni 1 saata ümumi doldurduqları suyun həcminə 108-i 12-yə böldük, elədi 9. Doğru cavabımız 9. Elədi C variantı, hörmətli müəllimlər. Keçək indi, hörmətli müəllimlər, növbəti məsələmizə. 126. 126-cı sualımız. Sual belədir. Hikmət bir işi 30 gündə, Nemət 24 gündə bitirir. Hikmət bu işdə 15 gün, Nemət 6 gün işləsə işin hansı hissəsi bitmiş olar? Bunu həm məchullu x vasitəsi ilə, yəni tənliklə də həll eləmək olar və yaxud da ki, yenə xəyal ədədlə də yazmaq olar. Məsələn, deyək ki, bizim işimizin miqdarı 30 ilə 24-ə bölünən bir dənə ədəd. Məsələn, deyək ki, bunlar ikisi bir yerdə işləyirlər. 120 kvadrat metr ərazini, məsəl üçün deyək ki, otağı təmir eləməlidirlər. 120 kvadrat metr. İndi gəlin baxaq. Hikmət bu işi 30 günə görə bilirsə, onda bir günə nə qədər ərazini təmir eləyər? Neçə kvadrat yer təmir eləyər? 120-ni 30-a bölərsiniz, eləyər 4 kvadrat metr. Deməli, bir günə Hikmət 4 kvadrat metr yer təmir eləyə bilir. Neməti isə 24 günə bitirirsə bu işi, 120-24-ə böləndə düşür 5 kvadrat metr. Deməli, bir günə 5 kvadrat metr yeri təmir eləyə bilir, otağı təmir eləyə bilir. İndi görün nə deyir bizə? Nemət bu işdə 15 gün işləyib. Üzr istəyirəm, Hikmət. Hikmət 15 gün işləyirsə, 15 günə görə bu nə qədər iş görüb? 4-ü vurursunuz 15-ə, 60 kvadrat metr. 15 günə yer təmir edib. Nemət 6 gün işləyib. 5-ə də 6-ya vurursunuz, 30 kvadrat metr yer təmir edib. Deyir ki, işin hansı hissəsi bitmiş olar? İndi bunların ikisini gördükləri işi cəmləyək. 60 və 30, 90 kvadrat metr. Bu təmir olunmuş 90 kvadrat metr yer ümumi işin hansı hissəsidir? Ümumi iş 120-dir. 90-ın 120-yə nisbətini tapmalıyıq. 90-la 120 30-a ixtisar olunur. Qalır burada 4 dəfə, burada da qalır 3 dəfə. Deməli, işin hansı hissəsi görülmüş olar? 4-də 3 hissəsi. Doğru cavabımız B variantı. Yenə də deyirəm, hörmətli müəllimlər, bu metod ən gözəl metoddur. Bu metodun vasitəsilə siz istənilən bu tip məsələləri məchulsuz həll eləyə bilərsiniz.
127. Bir fəhlə işi 6 saata yerinə yetirir. İkinci fəhlə isə bu işi görməyə birincidən 2 dəfə çox vaxt sərf edir. Onunla birlikdə 3 saat işləsələr, işin hansısı görülməmiş qalar. Deməli, birinci fəhlə 6 saata, ikinci fəhlə 2 dəfə çox vaxta, yəni 12 saat vaxt sərf edir. Məsələn, deyək ki, özümüzdən bir dənə iş götürək. Məsəl üçün, deyək ki, bunlar otağı təmir eləməlidirlər, fəhlədirlər də, məsələn, otağı təmir eləməlidirlər. 6 ilə 12-yə bölünən bir dənə ədəd. Məsəl üçün, deyək ki, 48 kvadrat metr otağımız var bizim, məsəl üçün, deyək. Bu otağın təmirini aparmalıdır bunlar. İndi birinci fəhlə işi 6 saata yerinə yetirirsə, 1 saata 48-i bölərsə 6-ya, deməli 1 saata 8 kvadrat metr yer təmir edəcək. İkinci fəhlə isə 48-i bölərsə 12-yə 4 kvadrat metr yer təmir edəcək. Onlar indi birlikdə 3 saat işləsələr, 1 saata bunlar 12 kvadrat metr yer təmir edirlər də, ikisini cəmləyirik. Bəs 3 saata nə qədər yer təmir eləyərlər? 12-ni vurarsınız 3-ə, 36 kvadrat. 36 kvadrat metr yer təmir ediblərsə, nə qədər sahə qalıb? 48-dən çıxarsınız 36-nı, qalar 12. Bu qalan hissədir. Təmir olunmamış hissə 12 kvadrat metrdir. Bəs deyir, bu işin hansısı görülməmiş qalar. Görülməmiş qalan evin sahəsi 12 kvadrat metrdir. Tapmalıyıq ki, 12 kvadrat metr ümumi sahənin hansı hissəsinə bərabərdir? Yəni 48 kvadrat metrin hansı hissəsidir? 48 ilə 12, 12-yə ixtisar olunur, qalır 4, burada da qalır 1. Deməli, 4də 1 hissə təmir olunmamış qalır. Yəni görülməmiş iş 4də 1 olacaq. Doğru cavabımız C variantı. %128'e baxaq. Bir hovuza açılan 2 krantdan biri tək işləsə hovuz A saata, ikincisi isə 4 saata doldurur. Boş hovuzu 2 krant birlikdə açılsa hovuz 8 saata dolar. Birinci krant hovuzun neçə saata doldurar? Hörmətli müəllimlər, əgər birinci hovuz bütöv bütöv hovuzu A saata doldurarsa, 1 saata hovuzun 1 bölək A hissəsini doldurar. İkinci hovuzu üzr istəyirəm. İkinci krant boş hovuzu 4A saata doldurarsa, 1 saata 1 bölünsün 4A qədər doldurar. Yenə də deyirəm, hörmətli müəllimlər, bu tip məsələlərdə əsas məqsəd 1 saata görülən iş, 1 saata doldurulan su, 1 saata vurulan su və s. Bunları bilmək lazımdır. İndi bunlar ikisi birlikdə deyirsə, bunların 1 saata doldurduqları suyu cəmləyirik. İndi burada ədəd vermədiyinə görə, məhsul verdiyinə görə bu şəkildə yazmalıyıq. Bərabər olur nəyə? İkisi bir yerdə 8 saata doldurursa, 1 saata məlum məsələdir ki, 8də 1 hissəsini doldurmuş olacaq. Deməli, birinci hovuzun 1 saata doldurduğu su, birinci krantın 1 saata doldurduğu su, ikinci krantın 1 saata doldurduğu su bərabərdir. İkisinin bir yerdə 1 saata doldurduqları suyun miqdarı oldu 8də 1. Cəmlədik. Deməli, buradan A-nın 4A-ya orta məxrəci ilə 4A-nın özü olacaq. Yuxarıda olacaq 4, üstə gəlib 1 bərabərdir 8də 1-ə. İndi çarpaz vursaq, 4A-nı vurarıq 1-ə, bərabər olaraq 8-də vurarıq 5-ə. Buradan da A olacaq 10. A 10-dursa, hörmətli müəllimlər, bu olacaq 10, bu da olacaq 40. Birinci krant deyir, hovuzu neçə saata doldurar tək başına? Birinci krant tapdıq ki, hovuzu tək başına 10 saata doldurar. İkinci krantı soruşsaydı 40 saat olacaqdı. Doğru cavabımız Y bəndi, hörmətli müəllimlər.
Hörmətli müəllimlər, bununla da bu video dərsimizin də sonuna gəldik. Sonda kanala abunə olub videoları bəyənməyi unutmayın. Sualınız olarsa rəy bölməsində yaza bilərsiniz. Sağ olun, salamat qalın.